Verilənlər bazası anlayışı nədir? Gəlin birinci verilənin nə olduğunu aydınlıq gətirək. Baxın, verilən biz sizlə təzə dərsimizə başlayanda, yəni ilk dərslərdə öyrənmişik nə olduğunu. Deyirdi ki, verilən mənası olan yaxud olmayan kompüterdə saxlanan informasiyadır. Kompüterə daxil olmuş informasiyadır. Verilənləri adına, tipinə, strukturuna görə müxtəlif növləri vardır. Tipinə görə biz əsasən onun növlərindən danışmışdıq. Məntiqi, mətin göstərici kimi belə növləri vardır. Bax, indi həmin o verilənlərin saxlandığı bazadan danışacağıq və o bazanı yaratmaq üçün nəzərdə tutulmuş proqramlardan danışacağıq. Verilənlər bazası, belə deyək də, dedikdə bizim məlumatlarımızın saxlandığı yerdir. Baxın, bizim vətəndaşlarımızın bir növ belə deyək də, Respublikanın vətəndaşlarının məlumatlarının saxlandığı yer var. Həmin o verilənlər bazasıdır. Hər hansı bir şəxslər, məsələn, oradan müəllim öz məqsədinə görə istifadə edə bilər, polis öz məqsədinə görə, həkim öz məqsədinə görə də, yəni müəyyən qədər istifadə edə bilər. Ona görə deyir ki, həmin o bazadan, o verilənlər bazasından söhbət gedir. Verilənlər bazası bir-biri ilə qarşılıqlı şəkildə əlaqələndirilmiş, eyni prinsiplər və vasitələrlə təsvir olunan, saxlanılan, idarə olunan, müxtəlif istifadəçilər tərəfindən müxtəlif məqsədlər üçün istifadə olunan verilənlər toplusudur. Bu tərifi anlamaq lazımdır, əzbərləmək lazım deyil. Yəni bazada olan məlumatlar bir-biri ilə qarşılıqlı şəkildə əlaqələndirilib, eyni prinsiplər və eyni vasitələrdən təsvir olunub, müxtəlif istifadəçilər tərəfindən müxtəlif məqsədlər üçün də istifadə olunur. Verilənlər bazasında məlumatlar adətən fayllarda saxlanır. Fayl deyəndə biz deyəcəyik iki ölçülü cədvəldən söhbət gedir burada. Demək, öz kitabda münasibət də yazıb buna. Buna münasibət də deyə bilərik. Verilənlər adətən fayllarda, cədvəllərdə, yaxud belə də deyilə bilər, münasibətlərdə saxlanır. Həmçinin belə bir şey də deyə bilərik. Verilənlər bazası üçün strukturu konkret sxema uyğun gələn verilənlər yığın. Bax, bu tərif də tez-tez qabağınıza çıxacaq. Həmçinin verilənlər bazası informasiyanın saxlanması, ilkin emalı və axtarışını təmin edən xüsusi formatlı fayldır. Bax, buna da diqqət edək. Verilənlər bazasında struktur anlayışı var. Struktur dedikdə bir növ o verilənin kompüterdə saxlanması üsulu başa düşmək lazımdır. Verilənlər bazasının strukturu iki yerə bölünür. Məntiqi struktur var, fiziki struktur var. Məntiqi struktur odur ki, verilənlərin kompüterdən kənar təsviridir. Elə bil ki, məlumatlarını kompüterdə yox, kompüterdən kənarda saxlayırsan. Fiziki struktur isə kompüterin yaddaşında saxlanmasını təmin edir. Deməli, verilənlərin məntiqi strukturu oldu, fiziki strukturu oldu. Fiziki struktur verilənləri kompüterin öz yaddaşında təsviridir. Məntiqi struktur onu kənar təsviridir. Cümləyə diqqət eləyir. O cümlədən belə deyək də, verilənlər bazası ilə işləmək üçün də burada müəyyən qədər verilənlərin o tipinə görə növlərini yerləşdirmişəm. Yadımıza düşsün deyə təkrar. Verilənlərin belə deyək, verilənlər bazasını idarə etmə sistemləri deyəndə biz baxın buradan, yəni o verilənlər bazasını idarə etmə sistemi deyəndə verilənlər bazasını yaradan proqramlardan söhbət gedir. Verilənlər bazasını idarə etmə sistemi. Access proqramıdır, SQL serverdir, Oracle'dır, Foxbase'dir, Paradox'dur, Progress'dir, DBS for Windows, Clipper'dir, FoxPro'dur, RBS'dir, Database'dir, Informatics'dir, Ingress'dir, MSQL'dir və s. Bunlardan müəyyən qədərini biz öyrənmişik. Amma müəyyən bir hissələr var ki, biz onu indi özümüz təzə görürük. Verilənlər bazasında ad genişlənməsi anlayışı var. Biz əməliyyat sistemlərində keçmişikdə faylın adı iki hissədən ibarət olur. Adı və genişlənməsi. Verilənlər bazasında yaradılmış faylın adı database olur. Genişlənmələri gördüyünüz kimi mdb, .accessdb, access verilənlər bazası üçün verilənlər bazasını idarə etmə sisteminin isə standart olaraq genişlənməsi accessdb. Gördüyünüz kimi bax budur. Access verilənlər bazasının genişlənməsi bax budur. Ümumiyyətlə, amma belə genişlənmələr də mövcuddur. Müəllim, onlar da aksesin genişlənməsi kimi testə düşür. Yox,
Bunlar ümumiyyətlə Şəbələnmə verilənlər məsələn bazasının hansılardır? genişlənməsidir, amma sırf sizdən akses soruşsa, aksesin genişlənməsi standartda bu gedir. Bəli. Verilənlər bazasında aparılan əməliyyatların hamısı verilənlər bazasının idarə etmə sistemi adlanan proqram kompleksləri vasitəsilə yerinə yetirilir. Verilənlər bazasında aparılan əməliyyatlar deyir, verilənlər bazasının idarə etmə sistemləri olan proqram kompleksləri vasitəsilə yerinə yetirilir. Yadınızda qalsın. Bu belə. Davam edək. Bəli, o proqram kompleksləri məsəl üçün bu yuxarıda dediyimiz Bəli, proqramlardır. həmin o Məsələn, SQL. proqramlar. Bəli, bəli, həmin o proqramlar. İndi qulaq asaq. Verilənlər bazasının əsas obyektləri var. Verilənlər bazasının administratoru var. Verilənlər bazasında server anlayışı var. Verilənlər bazasında belə deyək də klient anlayışı var. E, Gəlin görək onlar nə? Verilənlər bazasının administratoru bazanı yaradan, onu idarə edən, onun üzərində müəyyən işləməsini təmin edən bir və ya bir neçə şəxs ola bilər. Mütəxəssisdir də, yəni bazanı yaradan, verilənlər bazasının administratoru, verilənlər bazasını yaradan, bir növ onun işləməsini təmin edən mütəxəssisdir. Verilənlər bazasında server anlayışı isə bazanı idarə etmək üçün nəzərdə tutulmuş bir növ bazada belə deyək də, biz server anlayışını şəbəkədə belə deyirdik də, server anlayışı şəbəkədə bir növ necə deyim, şəbəkəni idarə edən kompüterdir, server. Klient isə şəbəkədə o server tərəfindən idarə olunan sadə kompüterdir. Və belə deyək ki, bir növ server həm kompüter ola bilər, həm proqram ola bilər. Klient də həm kompüter ola bilər, həm proqram ola bilər. Server dedikdə bazada şəbəkədə şəbəkəni idarə edən kompüter, klient dedikdə isə idarə olunan kompüter yaxud proqramdan söhbət gedir. Verilənlər bazasının struktur modelləri var. Gəlin görək, verilənlər bazasını təsvir eləməyimiz üçün nəzərdə tutulmuş bax bu modellər. Yəni ki, bax belə deyək də, bir növ verilənlər bazasını təsvir etməyimiz üçün, yaratmağımız üçün nəzərdə tutulmuş modellərdən 4 dənəsini siz görürsünüz qabağınızda. İyerarxik model, şəbəkə modeli, realyasiya modeli, obyekt yönlü model. Deyir ki, verilənlərin modeli onların necə, hansı qaydalarla strukturlaşmasını təmin edir. Yəni ki, verilənlər bazasında saxlanan verilənlər hansı qaydalarla əlaqələndirir, strukturlaşır. Bax, bu modellərə əsasən təyin olunur. Gördüyünüz kimi. Gəlin görək, indi Ən, modellər üzərində daha ətraflı danışaq. Bəli, buyurun. ən geniş yayılmışı realyasiyadır. Elə özü Aha, aksesinin realyasiyadır. bəli. Verilənlər bazasının birinci struktur modeli iyerarxik modeldir. Buna budaklanan model, ağaçvari model belə də deyirlər. Gördüyünüz kimi şəklini görürsünüz sağ küncdə. Bu verilənlərin nizamlı ağac, qrafik şəklində deyir, təsvirinə əsaslanır. Təsəvvür edin ki, bu ağacda, bu ağacın köküdür. Bu da elə bil onun bir növ, necə deyim, o budaqlarıdır. Belə təsəvvür edin də, yəni formada. Olmadı bəli. Aha. Verilənlər bazasında iyerarxik modeldə 3 əsas anlayış var. Burada səviyyə anlayışı var. Sonra belə deyək də, element anlayışı var. Bir də onlar arasında əlaqə anlayışı var. Baxın, bunlar elementdir. Hər biri bir element gedir. Gördüyünüz kimi, bunların hər biri bir element hesab olunur. Bəs səviyyə nədir? Bax, bura birinci səviyyə, bu ikinci səviyyə, bu üçüncü səviyyə. Bunlar da səviyyə gedir. Yadda qalsın. Bax, bunlar bizdə səviyyə, bunlar element. Bu isə, bax, bu gördüyünüz, onlar arasında, elementlər arasında əlaqədir. Verilənlər bazasında verilənlər yuxarıdan aşağıya prinsipi ilə yerinə yetirilir. Yəni ki, burada məlumat belə deyək də, yuxarıdan aşağıya doğru ötürülür. Və verilənlər bazasının çatışmayan cəhəti odur ki, burada verilənlər belə deyək də, əlaqə bir istiqamətlidir. Yəni, tutaq ki, bu formada yol varsa, daha geri yol yoxdur. Verilənlərin bazasının iyerarxik modelinin ən çatışmayan cəhəti bax budur. Verilənlərin arasında əlaqənin bir istiqamətli olmasıdır. Onun sərtliyi də deyirlər həm də. Bir də bax, bu tərifə diqqət edək.
hiyerarxik modeldə təpələr, yəni bax bu gördüyünüz bu təpələr mahiyyətin tipini, bax bu təpələrin hər biri mahiyyətin tipini belə deyək. Budaqlar isə, bax bunlardan söhbət gedir, bax bu budaqlar isə mahiyyət arasında əlaqəni göstərir. Deməli, burada təpələr mahiyyətin tipini, yəni düyünlər də deyirlər buna. Budaqlar isə mahiyyət arasında əlaqəni göstərir. Bu bazanın çatışmayan cəhəti oldu ki, verilənlərin bir istiqamətliyi, yəni sərtliyi. Gediş var, qayıdış yox. İahir tipi verilənlər bazası arasında müəyyən əlaqələr var. Birin birə, birin çoxa, çoxun çoxa. Yəni bir obyektin bir obyektə, bir obyektin çox obyektə, çox obyektin çox obyektə. Burada çoxun birə əlaqəsi yoxdur. Diqqət eləyək. Bax, çoxun birə əlaqəsi yoxdur. Birin birə var, birin çoxa var, çoxun çoxa var. Bu belə. İndi danışacağıq şəbəkə verilənlər modelinə, şəbəkə modelinə. Bu model, belə deyək də, gördüyünüz kimi, quruluşu bu formadadır. Bizə dəqiqə. Deməli, şəbəkə verilənlər modeli bir növ gördüyünüz kimi quruluşu bu formadadır, şəbəkə verilənlər modeli. Bu modelin çatışmayan cəhəti odur ki, burada görürsünüz, hər şey arasında bir növ əlaqə, mürəkkəbdir, görürsünüz, hamısı bir-birinə qarşı, mürəkkəbliyi. Çatışmayan cəhəti modelin əsas çatışmazlığı onun mürəkkəbliyidir. Bu modeldə digər modeldən fərqli olaraq çoxun biri əlaqəsi də var. Orada yox idi hiyerarxik modeldə. Və modeldə iki əsas anlayış var. Element, burada da qeyd olunub, əlaqə anlayışı. Burada səviyyə anlayışı yox. Və burada birdən çox yol ola bilər bunlar arasında. Yadımızda qalsın. Yenə deyirəm, şəbəkə verilənlər modeli quruluşu bu formadadır. Görürsünüz, qarışıqdır. Bu modeldə çatışmayan cəhəti odur ki, bunun bahadır başa gəlməsidir, mürəkkəbdir burada. Burada çoxun bir əlaqəsi də var. Burada element və əlaqə anlayışı var, səviyyə anlayışı yoxdur. Yadınızda qalsın. Digər modellərdən fərqli olaraq burada çoxun bir əlaqəsi də var. Əlbəttə ki, digər əlaqələr də var. Çatışmayan cəhət dedim ki, onun mürəkkəbliyi oldu. Obyekt yönlü model var. Bu model iki modelin birləşməsindən ortaya çıxır. Realiasiya və şəbəkə. Sizi yanıldacaqlar. Ha, bax, realiasiya yazmayacaq, hiyerarxiya yazacaq. Yadınızda qalsın, realiasiya və şəbəkə modelini özündə birləşdirir. Bu, daha mürəkkəb baza yaratmaq üçündür. Və bir də bu cümləyə bax, diqqət elə, obyektiyonlu modeldə obyektiyonlu proqramlaşma prinsiplərindən istifadə olunur. Bu, bir növ necə deyim, real aləmə daha uyğun gəlir. Obyektiyonlu model haqqında biz əsas bilməliyik ki, obyektiyonlu model realiasiya və şəbəkə modelini özündə birləşdirir. Daha mürəkkəb baza yaratmaq üçün. Əsas bizim işimiz realiasiya modelidir. Realiasiya modeli dedikdə söhbət nədən gedir? Realiasiya modeli verilənlərimiz burada faillərdə saxlanır. Edgar Todd tərəfindən yaradılıb bu model. Verilənlərimiz nisbət də deyir. Baxın, faildir, nisbətdir, cədvəldir, münasibətdir. Bax, bunlar eyni şeylərdir. Modelin əsasını nisbət təşkil edir. Yəni, verilənlərimiz nisbətdə, cədvəllərdə saxlanır. Və o nisbət iki ölçülü cədvələ uyğun gəlir. Nəyə görə buna iki ölçülü deyirlər? Çünki, baxın, burada sətr anlayışı var, sütun anlayışı var. Sətrlə sütundan ibarətdir. Ona görə iki ölçülü cədvəl deyilir buna. Realiasiya modelinin əsasını iki ölçülü cədvəl təşkil edir. Dediyim kimi. Bunun struktur elementləri, yəni əsası, realiasiya verilənlər bazasının struktur əsas elementləri faildir, yəni cədvəl, sahədir, yəni sütun, yazıdır, yəni sətr. Baxın, bu bazanın, verilənlər bazasının əsas elementi cədvəldir. Cədvəlin əsas elementi isə sahədir. İndi birazdan sizlə cədvəl yaradacağım. Cədvəl yaradanda görəcəksiniz ki, ən azı bir dənə sahə olur. Təsəvvür edin ki, bazada cədvəlsiz bazanı təsəvvür eləmək olmaz. Cədvəli də
sahəsiz, yəni sütunsuz təsəvvür eləmək olmaz. Burada xana anlayışı yoxdur. Yadınızda qalsın, heç xana anlayışına danışmayacaq. Və bazanın yaradılmasının əsas mərhələsi yazının strukturunun hazırlanması, biləsiniz. Bir də burada beləcə bir cümlə var, buna da diqqət edək. Realyasiya struktur verilənlər bazası, sahələr verilənlər bazasının strukturunu yaradır, yəni sütunlar. Bu bazanın strukturunu sütunlar yaradır, yazılarsa orada olan informasiyanı ifadə edir. Niyə sütunları? Nədir? Bu bazanın strukturunu sütunlar yaradır. Bax bunlar. Yazılarsa orada olan informasiyanı təmin edir. Baba görürsünüz onun içərisinə yazılır yazılar. Sətirlərdən söhbət gedir yazılar deyədir. Burada da iyerarxik model kimi birin birə, birin çoxa, çoxun çoxa əlaqələri var. Çoxun birə əlaqəsi yoxdur. Realyasiya modelinin üstün cəhətləri hansılardır? Sadəliyi. Proqram reallaşdırmasının asanlığı, yəni ki, daha rahat işləməkdə, real işləmək. Verilənlər üzərində müxtəlif riyazi məntiqi əməliyyatların aparılması, rahat olması mümkünlüyü. İstənilən tip sorğuya cavabı təmin edəcək çevik bazanın qurulmasının mümkünlüyü. Yəni ki, rahat ora daxil olub, mən istənilən tip məlumatımı oradan götürə bilirəm sorğu əsasında, onu demək istəyirəm. Bu belə. Realyasiya modelində müəyyən anlayışlar var. Bizim əsas öyrənəcəyimiz isə bax bu cədvəllərdir. Bizə düşə biləcək və onun mahiyyətini başa düşmək lazım. Nisbət deyəndə söhbət nədən gedir? Nisbət deyəndə söhbət bax bu cədvəlin özündən gedir. Bax bu nisbətdir. Cədvəlin özü nisbətdir. Həm də nisbətə biz nə deyəcəyik? Kartreç adlanan elementlər çoxluğu. Yadınızda qalsın. Kartreç sətirlər. Nisbət, cədvəl, fay, cədvəl həm də nədir? Kartreç adlanan elementlər çoxluğudur. Yadınızda qalsın. Nisbət, cədvəl, fay, kartreç adlanan elementlər çoxluğudur. Üçü də bir-birinə sinonim sözlər. Nəyə görə kartreç adlanan elementlər çoxluğu deyirlər? Baxın, belə bir şey deyim sizə. Bax, bu kartreç, bu sətirlərdir. Bu arada bir şey deyim, bax, bunlar atributdur. Atribut haqqında danışacağım, buna sütun başlığı deyirlər. Bu sütun başlığı sətr hesab olunmur, ha, biləsiniz. Bax, bu kartreç adlanan elementlər çoxluğuna görə ki, bu cədvəli bu sətirlər təşkil edib də, ona görə. Nisbətin sxemi deyəndə nisbətin adı və atributlar siyahısından söhbət. Yəni, nisbəti nədir? Bax, bu cədvəlin adı nədir? Tələbələr. Atributlar siyahısı, yəni bax, bu gördüyün iş nömrəsi, soyad ad, universitet, məntiq, informatika xaricidir. Bax, bunlar atribut gedir hərəsi bir dənə. Atributlar siyahısı. Yadımızda qalsın. Deməli, nədir? Nisbətin sxemi deyəndə cədvəlin adı və atributlar siyahısından söhbət gedir. İnformasiya obyekti, buna mahiyyət də deyəcəyik. Mahiyyət elə informasiya obyekti deməkdir. Bu cədvəlin mahiyyəti nədir? Burada söhbət nədən gedir? Yenə deyirəm, bu cümlələri heç kim əzbərləməsin. Əzbərləsəz öyrənəməyəcəksiniz və sözü dəyişib salacaqlar, heç nə başa düşməyəcəksiniz. Baxın, bu cədvəlin mahiyyəti nədir? Bu cədvəlin mahiyyəti ondan ibarətdir ki, burada tələbənin imtahan nəticələri görsənir. Hər bir fəndən topladığı bal görsənir. Yəni ki, bu cədvəlin mahiyyəti ondan ibarətdir. Hər bir tələbənin imtahan nəticəsi görsənir. Tutardı getdi. Ondan mahiyyət informasiya obyekti deməkdir. Yəni, burada söhbət nədən gedir o cədvəldə? Kartreç, domen atribut. Gəlin danışaq ətraf. Gəlin görək kartreç nədir, domen nədir, atribut nədir. Bir dənə qeydi götürək ki, kartreç sətr deməkdir. Sonra onun qabağına bərabər yazın ki, kartreç sətr, sonra yazı, sonra rekord. Üçü də eyni anlayışdır. Kartreç bərabərdir yazı, bərabərdir rekord, bərabərdir sətr. 4 dənə, 4'ü də eyni anlayışdır. Kartreç deyəndə, bax, bunun hər biri bir kartreç gedir. Sətr yəni. Yenə deyirəm, bax, kartreç, yazı, rekord, sətr. Ekvivalent sözlərdir bir-birinə. Domeni deyək. Domen sütun deməkdir.
Bax, domen deyəndə, bax, bu sütun. Domen bərabərdir sütun, bərabərdir sahə, bir də fayl. Fayl, bax, belə yazılır ingiliscə. Biraz ingiliscəm zəifdir, yəni düzgün deyə bilmirəm bəlkə. Fayl, fayl, fild, belə deyir, sahə demək. Bax, yenə deyirəm. Domen, sonra sütun, sahə, fild. Dördü deyil anlayış deməkdir. Ha. Dördü də bax bu sütundan söhbət edir. Atribut, həm də rekvizit deyirlər. Yadda qalsın. Cədvəlin sütun başlığı da deyirlər buna. Atribut həm sütun başlığı deməkdir, həm rekvizit deməkdir. Yadımızda qalsın. Bax, atribut bulardır. Bax, bunun hərəsi bir atributdur. Sütun başlığıdır, atributdur. Belə deyək də, rekvizitdir. Eyni anlayışdır. Bax, bunun hərəsi bir atribut gedir. Məntib, universitet, soyadad, iş nömrəsi. Deməli, nədir? Atribut, sütun başlığı, rekvizit, eyni anlayışdır. Bu belə. Mən ek paylaşmış. İndi görürsünüz. Aha, İndi hə. bu belə. Sonra açar anlayışı var. Açar deyil, bir və ya bir neçə atributdur. Yəni, bu nə deməkdir? Baxın, indi qabaqda öyrənəcəksiniz. Açar sayı hara tədbir olunursa, orada Təkrarlana təkrarlanma ola bilməz. Yəni ki, açar ona görə deyirik ki, bir və ya bir neçə at. Yəni, ona görə deyir ki, o bir dənə sütun başına da təyin oluna bilər, bir neçə sütun başına da təyin oluna bilər. Ona görə deyir bunu. Açar, bir və ya bir neçə atribut. Yadımızda. Yəni, açar sahə, ümumiyyətlə, açar iki növ var. Xarici açar var, əsas açar var. Əsas açar sahə tədbir olunduğu yerdə təkrarlanma ola bilməz. Qarışıqlığın arasını almaq üçündür. Açar bir və ya bir neçə atribut. Bax, tərifi bu formadadır. Yəni, bir sahəyə də tədbir oluna bilər, bir neçə sahəyə. Sütun başına da təyin oluna bilər. Verilənlərin tipi deyir, domendə. Domen nə idi? Sütun. Sütun nə idi? Fil. Həm də ki, sahə. Domendəki elementlərin qiymətlərinin tipi. Baxın, burada xarici dil yazılıb, görürsünüz. Bax, bu xarici dil sütununda elementlərin qiymətlərinin tipi nədir? Rəqəm, mət, ədəddir də, gördüyünüz kimi. Yaxud, burada soyadad yazılıb. Burada bunun elementlərin qiymət tipi nədir? Mətin tipli ifadədir, gördüyünüz kimi. Yəni ki, belə deyək də, bir növ verilənlərin tipi deyəndə də o domendəki, yəni sütundakı elementlərin qiymətindən söhbət gedir. Nisbətin gücü var, nisbətin qüvvəti var. Gəlin görək, güc nədir, qüvvət nədir? Yadınızda qalsın, qeyd kimdə yaza bilərsiniz. Nisbətin gücü deyəndə, söhbət nədən gedir? Sətirlərin sayından. 1, 2, 3, 4. Nisbətin gücü sətirlərin sayıdır. Nisbətin qüvvəti isə Hara qoyur? bu belə. Nəymiş? Nisbətin gücü. sətirlərin sayıymış. Bəli. Nisbətin gücü sətirlərin sayıdır. Nisbətin belə deyək də qüvvəti sütunların sayıdır. Yadımızda qalsın. Deməli, Mənim həm də domenlərin sayı, kortejlərin sayı bərabər eləmək olar bu ifadələrə. bəli. Domenlərin sayı ilə kortejlərin sayını da bərabər eləmək olar. Bəli. Nisbətin gücü sətirlərin sayı, yəni kartreçlərin sayı, nisbətin qüvvəti domenlərin sayı bərabər demək. Yadımızda qalsın. Qüvvət anlayışı daha böyük anlayışdır. Dedik ki, cədvəldə də sütun daha böyük anlayışdır. Ona görə əlbəttə ki, qüvvət deyəndə sütunların sayından söhbət getməlidir. Nisbətin gücü, yenə deyirəm, sətirlərin sayı, yəni kartreçlərin sayı, nisbətin qüvvəti domenlərin sayı, yəni sütunların sayı. Müəllim, qarışdırıram onu. Onu necə yadda saxlayım ki? Deyirəm ki, Sütun yadında saxla ki, qüvvət anlayışı daha böyük anlayışdır. Cədvəldə də sahə daha böyük anlayışdır. sahə də sütun olduğuna görə, ha, Bəli. yaxşı. Prediment sahə avtomatlaşdırıla bilən real dünyanın bir hissəsidir. Bir də informasiya məntiqi, bu terminləri də yadınıza saxlayın. İnformasiya obyektləri və onlar arasındakı əlaqələr məcmusudur. Bu belə.
Bu dediklərimə diqqət eləyək, sualı olan varsa verər. İndi əlaqəli cədvəl anlayışı var. Əlaqəli cədvəl nə deməkdir? Baxın, bax o xarici açar bu əlaqəli cədvəllər arasında təyin olunur. Cədvəlləri əlaqələndirmək üçün. Baxın, belə bir şey deyim sizə. Bax, burada görürsünüz Ləman Sadıqov. Tələbənin adı, soyadı budur. Mən istəyirəm ki, bu tələbə hansı fəndən imtahan verib və nə qədər bal yığıb. Onu bilmək istəyirəm. Tələbə kodu nədir bunun? 2014. 2014. Tələbə kodu 2014 düz buradadır. Gördüyün kimi. Bu fənninin kodu. Yəni görək hansı fəndən imtahan verib. 914 hansıdır? Riyazi analiz. Tələbənin balı nədir? 81. Gördüyünüz kimi. Bax, əlaqəli cədvəllər deyəndə də bunlardan söhbət gedir. Bu da belə. Realyasiya modelində cədvəllər üzərinə müəyyən tələblər qoyulur. Gəlin görək o tələblər hansıdır. Birinci tələbi anlamaq lazımdır. Cədvəldə təkrarlanan sətr ola bilməz. Gəlin görək niyə ola bilməz. Həm də deyir, başda sözlü eyni qiymətli əsas açara malik bir neçə sətr ola bilməz. Cümləyə diqqət edin. Cədvəldə deyir, təkrarlanan sətr ola bilməz. Baxın, təsəvvür edin ki, bax bu bizim cədvəlimizdir. Bu cədvəldə əgər təkrarlanan sətr olarsa, istifadəçi o bazaya müraciət edib, bu bazadan cədvəl məlumat götürəndə qarışıqlıq olmazmı? Bax, ona görə deyir ki, cədvəldə təkrarlanan sətr ola bilməz. Ən azından bir dənə, bax, bu fərqlənməlidir, bir dənəsinə görə. Yəni ki, ola bilər ki, tələbənin soyadı adı eyni olar, universitet eyni olar, məntiqidir, informatikadır, xaricidir. Ola bilər də həyatdır, təsadüfdür, ola bilər. Amma ən azından iş nömrəsinə görə fərqlənir. Yəni ki, cədvəldə nə ola bilməz? Təkrarlanan sətr ola bilməz. Deyir, başda sözdə əsas açara malik bir neçə sətr ola bilməz. Bunu demək istəyir. Sonra, cədvəldə təkrarlanan adla sütun da ola bilməz. Ola bilməz də həqiqətən cədvəldə qarşılıq olaraq cədvəldə təkrarlanan adla sütun da ola bilməz. Baxın, təsəvvür edin ki, bax bu adla deyəndə bu atributu eyni olan məntiqdən 2 dənədir. Təbii ki, onda da qarşılıq olacaq. Ona görə deyir ki, cədvəldə təkrarlanan sətr də ola bilməz, sütun da ola bilməz. Diqqət edək bu cümlələr. Təkrarlanan nə ola bilməz? Sətr də ola bilməz, sütun da ola bilməz. Daha sonra, cədvəldə bütün sətirlər eyni struktura malik olmalıdır. İndi səbəbini deyəcəm. Amma sütunlar eyni struktura malik olmaya da bilir. Baxın, zəhmət olmasa bura. Hər bir sətirdə birinci necə yazılır? Birinci iş nömrəsi yazılır. Sonra soyad adı yazılır. Sonra universitet yazılır. Sonra məntiq, sonra informatik. Ola bilərmi ki, belə deyək də, universitet nəticəmi gətirmiş nömrəmə yazım. Onda da qarşılıq olmazmı? Yox, qarşılıq olacaq. Ona görə də cədvəldə təkrarlanan, üzr istəyirəm, bütün sətirlər eyni struktura malik olmalıdır. Amma bütün sütunlar eyni struktura malik olmaya bilər. Yəni sütunlarda bax bu yazılışların yerlərini dəyişə bilər. Yox, problem çıxartmaz. Deməli nəymiş? Cədvəldə bütün sətirlər eyni struktura malik olmalıdır, amma bütün sütunlar eyni struktura malik olmaya da bilər. Aha, bir də cədvəldə sətrin ardıcılığı istənilən qaydada ola bilər. Yəni ki, bax, burada birinci sətir, ikinci sətir, üçüncü sətir, dördüncü sətir. Sən dördüncü sətirlə ikinci sətrin yerini dəyişdir, heç bir problem olası deyil. Deməli, nə deyir? Cədvəldə sətirlərin ardıcılığı istənilən qaydada ola bilər. Əlbəttə ki, ola bilər. Eyni zamanda, bunlar üçün biraz nəzəridir, bir bazada 2048 dənə cədvəl yarada bilər. Bir bazada eyni zamanda 2048 dənə cədvəl yarada bilərəm. Tardı getdi. Və bir cədvəlin ölçüsü 2 GB ola bilər ən çox. 2 GB-dan çox ola bilməz. Long text, köhnə adı memo. Oli obyektlərindən başda, bunlar sahə tiplərdə danışacaq onlar haqqında. Bir yazıda, yəni bir sətirdə 4000-ə qədər simvol ola bilər ancaq. Long text sahələrindən və oli obyektlərindən başqa bir yazıda 4000-ə qədər simvol ola bilər ən çox. Bu da belə. Davam edək. Linki yeniləyəcəm ha, biləsiniz. Cədvəllər üzərində əməliyyatlar aparılır, müəyyən edir. Bu əməliyyatlardan bölünür. Çoxlular üzərində aparılan əməliyyatlar,
nisbətlər üzərində aparılan əməliyyatlar var. Çoxlular üzərində aparılan əməliyyatlar bildiyimiz kimi birləşmə, kəsişmə, fərq, dekartasiya. Nisbətlər üzərində aparılan xüsusi əməliyyatlar isə proyeksiyası, birləşdirilmə, seçmə. Və əməliyyatın aparıldığı dillər var. Bax, prosedur dillər var, qeyri-prosedur dillər var. Prosedur dillər realyasiya cəbrinə əsaslanır, qeyri-prosedur dillər isə realyasiya hesablamalarına əsaslanır. Deməli, nəymiş? Realyasiya modelində əməliyyatlar iki cür aparıldı. Çoxlar üzərində aparılan əməliyyatlar var, nisbətlər üzərində aparılan əməliyyatlar var. Prosedur dillər realyasiya cəbrinə əsaslanır, qeyri-prosedur dillər realyasiya hesablamalarına əsaslanır. Qəbula düşüb bu. DBS dili realyasiya cəbrini göstərir, SQL dili realyasiya hesablamalarını göstərir. Hala diqqət edin. ArcSys proqramında 4 tip əməliyyatdan istifadə olunur. Verilənlər üzərində 4 tip əməliyyat gedir bazada. Hesabi, müqayisə, məntiqi, xüsusi. Yadımızda qalsın. Verilənlər üzərində